Xoş gördük dəyərli izləyicilər. Hər vaxtınız xeyirli olsun. Biz hal-hazırda Nigar Studiyonun qarşısındayıq. Qarabağ müharibəsi veteranları, əlillər və şəhid ailələri İctimai Birliyi Yasamal rayon təşkilatı ilə birlikdə 20 yanvar şəhid ailələrinin hüquqlarının təmin olunması İctimai Birliyi aksiya keçirdi. Həmin aksiya Nigar Studiyada keçirildi. Aksiya nədən ibarət idi? Şəhid ailələri, qazilərimiz gəlir salonlarımızda istifadə eləsin. Bəylər ayrı salonda, xanımlar ayrı salonda. Salam xanımlar, hər vaxtınız xeyirli olsun, işiniz irəli olsun. Salam Nigar xanım, hər vaxtın xeyirli olsun. Bugünkü aksiyada çox zəhmət çəkdiniz, təşəkkür edirəm. Borcumuzdur. Xatırladım ki, aksiyamız saat 11-dən başlayıb. Saat 7-yə qədər aksiyamız davam edir. Bəylərlə xanımlar, şəhid ailələri, qazi ailələr aksiyada iştirak edirlər. Hər vaxtın xeyir Nigar xanım. Hər Çox vaxtınız sağ olun, minnətdarız. Siz sağ olun, borcumuzdur. Nə zaman istəsəz buyurub gəlsinlər. Biz şəhidlərimizə Allahdan rəhmət diləyirik. Qazilərimizə də can sağlığı. Hər zaman onların qulluğundayıq. Buyurub gələ bilərlər. Nigar xanım, işləyimizə görə siz dəfələrlə bir aksiyalar keçirsiniz, uşaq evlərinə gedirsiniz, qocalar evinə gedirsiniz. Bəli, bəli. Danışın, necə oldu ki, bu aksiyanı təşkil edədiniz? İçimizdən gələn bir hisdir. Bizim zaten qazilərin qarşısında, şəhidlər qarşısında borcumuz çoxdur. Onun üçün də yəni əlimdən gələni eləməyə hazıram hər zaman. Minnətdarım, Çox sağ olun. Nə zaman lazım olsa. Tamam, aksiyamız davam edir. Şəhid ailələrinin, xanımları, qızları aksiyamıza iştirak etmək üçün gəlirlər. 20 yanvar şəhid ailələrinin təmin olunması, rəhbəri Maral xanım. Buradadır Maral xanım, zəhmət olmasa siz danışın. Deməli, Nigar xanım, biz Nigar xanımla deməli, bugün bu aksiyanı, bu layihəni hazırladıq. Biz bilirsiniz ki, bizim təşkilat 20 yanvar şəhid ailələrinin hüquqlarının təmin olunması İctimai Birliyi təşkilatı. Tez-tez belə tədbirlərə qatılırıq, tez-tez belə layihələr işləyirik, belə aksiyalar keçirdirik. Bugün də növbəti aksiyamız Nigar Abbasova salonumuz Studiya Nigar Abbasova adlanır burada. Yasamal ərazisində yerləşir, Yeni Yasamalda. Biz bugün deməli şəhid ailələri, onların evlatları, onların yaxınları üçün bir gözəllik aksiyası keçirdirik və bəylərimiz də yaxında kişi salonu var. Oradan bizim bəylərimiz də, yəni qazilərimiz evlatları ilə, oğlan uşaqları ilə də onlar yararlana bilər, hər zaman gələ bilərlər. Əvvəldən bu birincidir. Bizim təşkilat, Nigar xanım tez-tez belə aksiyalar keçirdir, lakin bizim təşkilatdan bu birincidir. Ona görə də mütəmadi olaraq biz bu aksiyaları davam etdirəcək və bu haqda elanlar olacaq. Bildiyimə görə səhifəsi də var Nigar xanımın, Instagram səhifəsi. Salon çox gözəldir. Xanımlarımız var, gözəlləşib. Bəziləri növbəsini gözləyirlər. İnşallah deməli gələn dəfə əlavə olaraq bu haqda biz elan verəcəyik. Elanımız da var, elanlar olacaq və gəlib yararlana bilərlər. Yenə minnətdarımı Həmkarlarımız da biz onlarla eyni təşkilatçılıq edirik. Biz bərbərlərimizin həmkarı olaraq, yəni uşaq evlərinə, qocalar evlərinə də eyni gedirik deyə. Yəni sadəcə olaraq utandılar çəkilişdə iştirak etməyə, amma onlar da bilir ki, yəni hər zaman qulluqlarındayıq. Mümkün ünvanı deyirlər. Yeni Yasamal Dadaş Münyadcadə 9. Studiyo by Nigar Abbasova. Bəli, salonu görürsünüz, gözəl, işıqlı salondur. Ustalarımız hamısı cavan, gözəl xanımlardır. Hamısı gigiyenik qaydalara riayət edirlər.
Hər şey təmizdir, gözəldir, hər şey əla keyfiyyətlidir. Burada saç boyaları var, dırnaq qadınlar üçün pedikyur, manikyur da var sizdə. Hə, lazer var, sonra kiprik qaynağı, lazer qadınlar üçün, qadınların gözəlliyi üçün hər bir şərait var. Gəlin, faydalanın. Şəhid ailələrimiz və qazilərimiz üçün də yenə dediyim kimi ayda 2 dəfə belə aksiyamız olacaq. İstəyənlər, məni tanıyanlar müraciət eləsin və mən 20 yanvar Şəhid Ailələrinin Hüquqlarının Təmin Olunması İctimai Birliyinə mənə müraciət eləsinlər və gəlib bu aksiyadan yararlansınlar. Bəli. Xanımlar gözəldir. Bəli, xanımlarımız hamısı gözəldir. Düz deyirlər, qadınların gözəlliyi 10-dursa, 9-u dondur. Yəni qadınlarımıza bu mütləq lazımdır. Hər bir qadın özünə baxmalıdır, geyiminə, saç düzümünə, makiyajına. Sağ olsun ki, Nigar xanım kimi xanımlarımız var və bu işdə bizə çox köməklik eləyirlər, qadınlarımızı gözəlləşdirirlər. Çox sağ olun, təşəkkür edirəm. Siz sağ olun. Gəlin Nigar xanımın yanına. Gözəllik 19-u doğmuşsa, 99-u Bəli, burada burada gəl. Bəli, bəli. Təqdim edin. Mən 20 yanvar şəhid qızıyam. Cavanşirov İlkinin qızıyam. Qardaşım da Ağdərədə həlak olub. Çox sağ olun Nigar xanıma, studiyasına, xanımlarına ki bizi belə gözəlləşdirdiler. Bu aksiyaya görə Nigar xanıma dərin təşəkkür edirik şəhid ailələrinin adından. Çox sağ olsun Nigar xanım xeyirxah günləri iş görübdür. Körpələr evinə tez-tez gedirlər. Şəhid ailələrinə bizi tez-tez qəbul eləyir. Təmənnasız. Çox sağ olsun Nigar xanıma. Bəzənən xanımlar kiminlə sözü var deyə bilər. Çok sağ olsunlar, çok sağ olsunlar. Bu hafta üzerine teşekkür ediyoruz. Allah size teşekkür ederim. Çaydan gelen adından teşekkür ederim. Nigar xanım salonu bir nömrə, həmişə super, çox səviyyəli bir salondur. Bura gələn xanımlar da çox səviyyəli, həm böyük artistlər. Mən həmişə gələndə burada müğənnilər, artistlər, böyük elmi xadimlər, çox belə səviyyəli xanımlar. Universitet müəllimələri zadı görmüşəm həmişə. Sağ ol Nigar xanım, çox gözəl insandır. Sağ olsun. Bəzənməyə gəlirlər. Allah razı olsun. Belə aksiyalar eləyirlər. Heç olmasa büdcəmizə uyğundur. Təmənnasızdır. Bilirəm, təmənnasızdır. Yəni büdcəmiz satmır ki, biz gəlmirik də. Allah ömür versin, eləsinlər. Lap əladır. Hərdən sevinirik də. Allah Sizi yad köməklər. edirlərsə sevinirik. Təbii ki. Siz bizim şəhidləriniz. Qızı, xanımı, yaxınlarınız. Mən də Kazımova Leyla. Mənim yoldaşım şəhid olub. 1-ci Qarabağ şəhid ailəsiyəm. Çox razı qaldım. Əllərinə sağlıq, gözəl xanımdır. Yəni ki, mən hamıya məsləhət görərdim ki, gəlin burada, bəzənin, düzənin. Çox əladır, çox superdir. Sağ olun xanımlarımız. Nigar xanım. Xatırladım ki, Nigar xanım çay süfrəsi açıb. Şirinlər gedir. Alkışınız. Sağ olun. Borcumuzdur, Çox həmişə. sağ olun Nigar xanım. Minnətdarım. Siz sağ olun. Minnətdarım. Çox sağ olun. Sağ olun, gəldiniz, işıqlandırırsınız. Xanımlarımız var. Bir daha Canla başlayın. Kim gözəlləşmək istəyirsə gəlsin Nigar xanım. Çox sağ olun, var olasınız. Minnətdarım. Siz sağ olun ki, belə cəmiyyət yaratmışsınız. Var olasınız. Sağ olun.